Değerli izleyicilerimiz, bugünlerim Xəlilov Fəryadın hanım günüdür. Gəlmişik Şəhidlər Xiyabanına və çəkiliş evməyi, onun valideyni də buradadır, atası. Allah məkanı cənnət eləsin inşallah. Bu çəkilişdəyim, bu Şəhidlər Xiyabanında çəkilişdəyim, bu çıxıram dedim. Çıxıb sən gedəcəksin. Hə, yaxşı. Xəlilov Fəryadın atasıdır burada. Hoş gördük. Allah məkanlarını cənnət eləsin. Bu günlərim demək olar ki, nəinki bu günlərim, ümumiyyətcə şəhidlər. Allah şəhidlərimizin ruhunu şad eləsin. Fəryad anamızın 5-ci il anım günüdür. Bu münasibətlə ananın yanında olub ona az da olsa təskinlik vermək özümüzü boş bildik. Yəni də Allah səbir versin Aliyə. Ağır olsa da vətən uğrunda, dövlətimizin, torpağımızın uğrunda. Əlbəttə ki, Ali Başkomandanın dəmir iradəsinin ətrafında sıx olaraq xalqımız, dövlətimiz, elə də şəhidlərimiz, qazilərimiz birləşdilər. Bu günlərim onun şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin. Sağ olun, efendim, çox sağ olun. Çox sağ olun, təşəkkür ederim. Haqq Səsi TV1 həmişə nəinki şəhidlərimizin, dövlətimizin yanındadır. Zəhmət olmasa siz özünüzü təqdim edin. Fikret Ələkbərov. Hə, siz də. Bütün şəhidlərə Allahdan rəhmət diləyirəm. Bir də bunların yerləri cənnətdədir. Bunlar onların öz qazanıqları, öz əməlləri ilə, öz işləri ilə qazanıqları cənnəti. Bir daha Allahdan rəhmət diləyirəm onlara, ailələrinə səbir diləyirəm. Allah məkanlarını cənnət eləsin. Sizlərə də Allah səbir versin inşallah. Allah bayrağımızı ucaq eləsin. Sağ olun, var olun. Allah razı olsun. Çəkib işıqlandırır Allah'ın. Sağ olun, var olun. Bu da bizə lazımdır. Gənclərimiz yetişir. Zaman gələcək biz də olmayacağıq. Amma bizim davamçılarımız o gün o yetişən gənclərdir ki, onlar estafet onlara veriləcək. Bəli, onlar baxıb bu şeylərdən örnək götürəcəklər. Təbii ki, mən bir pedaqoq olaraq bunu həmişə deyirəm. Şəhidlər özü bir məktəbdir. Bizə o bir məktəb qurub ediblər ki, qəhrəmanlıq məktəbi. İstər 1-ci Qarabağ, istər 2-ci Qarabağ fərqi yoxdur. Amma misal üçün biz doğrudan da o qəhrəman oğlanlarımıza baxanda, hansı ki o döyüşdə göstəriblər şücaət, qazi yoldaşlarının dediyini deyirik də, biz indi orada olmamışıq. Təbii ki, Azərbaycan oğlu həmişə mərd olub, mübariz olub, həmişə bizi qorumağa onlar çalışdılar. Onların dediyinə baxanda insan doğrudan da düşünür ki, biz doğrudan da məğlub edilməz bir xalqıq. Baxmayaraq ki, ərazicən o qədər də böyük deyilik, amma bugün böyük dövlətlər sırasında prezidentimiz çıxış edir. Bugün böyük dövlətlərlə bir yerdə gedir. Amma baxın, bu bizim qəhrəmanlığımızın ən bariz nümunəsidir. Qəhrəman analar sağ olsun ki, elə oğlanlar dünyaya gətirirlər. Qəhrəman atalar sağ olsun ki, bəli, bax o, necə deyib, sinəsini güllən düşməsinə, düşmən gülləsinə sipər edən oğullarımız yetişdi bu torpaq. Bundan belə də olacaq, amma bir də Allah bizə müharibə göstərməsin. Hər birimiz sülh istəyirik. Qoy şəhid olmasın. Bəli, sülh olsun, əmin-amanlıq olsun. İnşallah o da olacaq. İnşallah. Sağ olun, Allah razı olsun. Değerli izleyicilerimiz, Haqq Səsi TV1 izləyicilərimiz, günlərimiz Haqqın yanındayıq, şəhidlərimizin yanındayıq, ailələrinin yanındayıq. Bəli, bu çəkilişi elədik sizlərə təqdim etmək üçün. Sizlə bərabər oldu Haqq Səsi TV1 kanalının rəhbəri Elxan Müzəffəroğlu. Növbəti görüşlərimizə qədər. Değerli izləyicilərimiz, bu gənclər də Fəridin dostlarıdır, əskərlik yoldaşıdır. Bu günlərim anım günündə gəliblər. Allah canlarını sağ eləsin. Allah kömək olsun. Elə bir dəyəri şəhid evladla dostluq ediblər. Bu günlərimdə onu davam eləyirlər. Gəlib məzarını ziyarət eləyirlər. Atasına təskinlik verirlər. Sağ olun. Allah razı olsun hər birinizdən. Sağ olun.